Qoç. Bugün pul mövzuları sənin üçün əsas gündəmdir. Gözləmədiyin bir maddi xəbər ala bilərsən. Keçmişdə etdiyin bir addım indi sənə qazanc kimi qayıda bilər. Risk almaq istəyi artsa da hər detalı diqqətlə düşünməlisən. Ani xərclərdən uzaq durmaq faydalı olacaq. İş mühitində dəyərinin daha çox fərqinə varılır. Yeni təklif və ya əlavə qazanc imkanı yarana bilər. Sevgi həyatında isə ehtiras yüksəlir. Qarşı tərəf sənin diqqətini və enerjini daha çox hiss edəcək. Münasibətdə açıq danışmaq problemləri həll edəcək. Subay qoçlar üçün cazibədar bir tanışlıq mümkündür. Bu insan maddi və mənəvi olaraq səni tamamlaya bilər. Keçmiş münasibətlərdən qalan qısqanclıq hissi üzə çıxa bilər. Onu idarə etməsən problem yarada bilər. Ailə içində pul mövzusunda söhbət ola bilər. Axşam saatları romantik keçə bilər. Özünə güvənin artacaq. Buğa. Bugün maddi sabitlik sənin üçün prioritetdir. Pul axınını nəzarət altına almaq istəyəcəksən. Gözlənilməz bir ödəniş və ya qazanc ehtimalı var, uzun müddətdir planlaşdırdığın bir alış gerçəkləşə bilər. İş həyatında səbrinin bəhrəsini görməyə başlayırsan. Yuxarılar tərəfindən qiymətləndirilə bilərsən. Sevgi həyatında isə güvən mövzusu ön plandadır. Qarşı tərəfdən konkret davranışlar gözləyəcəksən. Münasibətdə maddi mövzular müzakirə oluna bilər. Subay buğalar üçün ciddi və stabil biri ilə tanışlıq mümkündür. Bu insan sənə təhlükəsizlik hissi verəcək. Keçmişdə yaşanan maddi sıxıntılar münasibətinə təsir etmiş ola bilər. İndi bunları geridə qoymaq zamanıdır. Ailə dəstəyi güclüdür. Pul ilə bağlı məsləhət ala bilərsən. Axşam saatları sakit və romantik keçəcək. Özünü dəyərli hiss edəcəksən. Bugün sevgi və pul balans tapır. Əkizlər. Bugün pul mövzularında hərəkətlilik var, gözlənilməz bir xəbər planlarını dəyişə bilər. Eyni anda bir neçə maddi məsələ ilə məşğul ola bilərsən. Tələsik qərarlar verməmək vacibdir. İş həyatında yeni layihə və ya əlavə qazanc imkanı doğa bilər. Danışıqlar sənin xeyrinə gedəcək. Sevgi həyatında isə qərarsızlıq hiss edilə bilər. İki hiss arasında qalmısan. Qarşı tərəf səndən daha çox diqqət gözləyir. Açıq danışmaq münasibəti xilas edə bilər. Subay əkizlər üçün flört dolu bir gün ola bilər. Amma hər parlayan ciddi olmaya bilər. Maddi gücü olan biri diqqətini çəkə bilər. Keçmiş münasibətdən gələn mesaj qarışıqlıq yarada bilər. Pul və sevgi arasında seçim etməli ola bilərsən. Axşam saatları emosional olacaq. Özünə qarşı dürüst ol. Bugün verdiyin qərar gələcək münasibətinə təsir edəcək. Xərçəng. Bugün maddi təhlükəsizlik ehtiyacın artır. Pul mövzularında özünü qorumağa çalışırsan. Gözlənilməz xərclər səni biraz narahat edə bilər. Amma panikaya düşməyə ehtiyac yoxdur. İş həyatında səbirli davranışın sənə üstünlük verəcək. Gizli qalan bir qazanc ortaya çıxa bilər. Sevgi həyatında emosiyalar dərinləşir. Qarşı tərəflə maddi məsuliyyətlər mövzusunda söhbət ola bilər. Münasibətdə güvən əsas mövzudur. Subay xərçənglər üçün duyğusal bağ qurula biləcək bir tanışlıq mümkündür. Bu insan sənə rahatlıq verəcək. Keçmiş maddi problemlər sevgi həyatına kölgə salmış ola bilər. İndi bunları təmizləmək vaxtıdır. Ailə dəstəyi güclüdür. Axşam saatları romantik və sakit keçəcək. Ürəyin rahatlayacaq. Bugün pul və sevgi birlikdə sabitləşir. Şir. Bugün pul mövzularında ön plandasan. Qazancını artırmaq üçün yeni ideyalar yarana bilər. Öz dəyərini daha yüksəkdən görəcəksən. İş mühitində liderlik qabiliyyətin maddi gəlirə çevrilə bilər. Gözlənilməz bir təklif ala bilərsən. Sevgi həyatında isə diqqət mərkəzindəsən. Qarşı tərəf sənə sürpriz edə bilər. Maddi jestlər gündəmə gələ bilər. Subay şirlər üçün maddi cəhətdən güclü biri ilə tanışlıq mümkündür. Bu tanışlıq özünə inamını artıracaq. Keçmiş münasibətdə maddi anlaşılmazlıq olmuş ola bilər.
İndi daha ağıllı davranırsan. Ailə içində pul mövzusunda sözün keçəcək. Axşam saatları romantik ola bilər. Özünü xüsusi hiss edəcəksən. Sevgi və maddi güc səndə birləşir. Bugün səhnə sənindir. Qız. Bugün pul planlaması sənin üçün əsasdır. Hər xərci detallı düşünəcəksən. İş həyatında diqqətin maddi nəticə verəcək. Uzun müddət əziyyət çəkdiyin mövzuda irəliləyiş olacaq. Gəlirini artırmaq üçün yeni yol tapa bilərsən. Sevgi həyatında isə analiz çoxdur. Qarşı tərəfin maddi yanaşmasını ölçüb biçirsən. Münasibətdə real olmaq istəyirsən. Subay qızlar üçün ciddi və məsuliyyətli biri ilə tanışlıq mümkündür. Bu insan sənə güvən verəcək. Keçmişdə maddi səbəblərlə bitən münasibət xatırlana bilər. İndi daha güclüsən. Ailə içində dəstək görəcəksən. Axşam saatları rahatladıcı olacaq. Özünə qarşı sərt olma. Pul və sevgi balansı qurulur. Tərəzi. Bugün pul mövzularında qərar vermək çətin ola bilər. İki seçim arasında qala bilərsən. İş həyatında əməkdaşlıq maddi qazanc gətirəcək. Gözlənilməz bir təklif gündəmə gələ bilər. Sevgi həyatında isə romantika ön plandadır. Qarşı tərəf səninlə gələcək planları müzakirə edə bilər. Maddi mövzular münasibətdə açıq danışılacaq. Subay tərəzilər üçün həm ürəyə, həm cüzdana uyğun biri ilə tanışlıq mümkündür. Bu insan balanslıdır. Keçmiş münasibətlərdən dərs almısan. Ailə içində pul mövzulu söhbət ola bilər. Axşam saatları romantik keçəcək. Estetik zövqlərə pul xərcləmək istəyə bilərsən. Amma ölçülü ol. Bugün sevgi və maddi tarazlıq ön plandadır. Əqrəb. Bugün pul mövzularında gizli bir məsələ açılır. Uzun zamandır gözlədiyin xəbər gələ bilər. İş həyatında strateji addım maddi güc verəcək. Risk etsən də qazanc ehtimalı yüksəkdir. Sevgi həyatında ehtiras artır. Qarşı tərəflə maddi güvən mövzusu önə çıxır. Münasibətdə dərin söhbətlər olacaq. Subay əqrəblər üçün güclü və təsirli biri ilə tanışlıq mümkündür. Bu insan həyatına iz buraxa bilər. Keçmişdə yaşanan maddi xəyanət xatırlana bilər. Amma artıq daha ayıq davranırsan. Ailə dəstəyi arxandadır. Axşam saatları duyğusal olacaq. İntuisiya səni yanıltmayacaq. Bugün pul və sevgi iç-içədir. Ox atan. Bugün pul mövzularında risk almaq istəyəcəksən. Yeni qazanc yolları marağını çəkir. Xaric və ya uzaq bağlantılı işlər maddi fayda verə bilər. Sevgi həyatında isə azadlıq ehtiyacı artır. Qarşı tərəflə maddi mövzularda fikir ayrılığı ola bilər. Açıq danışmaq vacibdir. Subay oxatanlar üçün macəralı bir tanışlıq mümkündür. Bu insan həm maraqlı, həm də imkanlı ola bilər. Keçmişdə pul səbəbi ilə yarımçıq qalan sevgi xatırlana bilər. İndi daha realist baxırsan. Ailə içində maddi planlar müzakirə oluna bilər. Axşam saatları enerjili keçəcək. Sevgi və pul arasında balans tapmaq zamanıdır. Oğlaq. Bugün pul və karyera mövzuları zirvədədir. Əməyinin qarşılığını almağa başlayırsan. Yeni məsuliyyət maddi qazanc gətirəcək. İş həyatında mövqeyin güclənir. Sevgi həyatında isə məsuliyyət ön plandadır. Qarşı tərəf səndən ciddi addım gözləyə bilər. Maddi güvən münasibətdə əsas mövzudur. Subay oğlaqlar üçün stabil və gələcəyi olan biri ilə tanışlıq mümkündür. Bu insan sənə uyğun ola bilər. Keçmişdə yaşanan maddi çətinliklər səni gücləndirib. Ailə içində hörmətin artır. Axşam saatları sakit və romantik keçəcək. Daxili rahatlıq tapacaqsan. Bugün zəhmət sevgi ilə mükafatlanır. Dolça. Bugün pul mövzularında gözlənilməzlik var, ani qazanc və ya xərclə qarşılaşa bilərsən. Yenilikçi fikir maddi uğur gətirə bilər. Sevgi həyatında isə azadlıq mövzusu ön plandadır. Qarşı tərəf sənin maddi planlarına qarışa bilər. Sərhədləri düzgün qurmaq vacibdir.
Subay dolçalar üçün fərqli və imkanlı biri ilə tanışlıq mümkündür. Bu insan düşüncə tərzini dəyişə bilər. Keçmiş münasibətdə maddi anlaşılmazlıq olmuş ola bilər. İndi daha açıq danışırsan. Dostlardan maddi dəstək və ya məsləhət ala bilərsən. Axşam saatları ilham verici olacaq. Pul və sevgi yeni formaya düşür. Balıqlar. Bugün pul mövzularında hisslərinə güvənirsən. Amma reallığı da unutma. Gözlənilməz bir qazanc səni sevindirə bilər. İş həyatında yaradıcılıq maddi gəlirə çevrilə bilər. Sevgi həyatında romantika zirvədədir. Qarşı tərəf sənə maddi və mənəvi dəstək ola bilər. Münasibətdə paylaşım artır. Subay balıqlar üçün həm ürəyə, həm ruhuna toxunan biri ilə tanışlıq mümkündür. Bu insan sənə dəyər verəcək. Keçmiş maddi incikliklər bağışlana bilər. Ailə içində anlayış görəcəksən. Axşam saatları duygusal və romantik olacaq. Özünü axına burax. Bugün sevgi və pul sənə axır.